Sizlərə hal-hazırda satışda olan ölçüsünə görə ən geniş 2 otaqlı evlərdən birini təqdim edirəm. Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun, hər birinizi salamlayıram. Təqdim etdiyim həyət evi Masazır qəsəbəsində yerləşir. Ev əşyalı şəkildə satılır. Deməli, baxın, belə bir geniş mətbəxi var. 2 otaqlı evlərin, yəni heç birində bu genişlikdə mətbəx olmur. Ümumiyyətlə, yəni 3 otaq ölçüsündə olan geniş bir 2 otaqlı həyət evidir. Ev əşyalı şəkildə satılır, çox təcili olaraq satılır, məktəbə çox yaxın yerdədir, hündür ərazidədir, qazı, suyu, işığı, kanalizasiyası və qoşadaşla tikilib, hazır köç yaşa vəziyyətində olan bir evdir. İstilik sistemi kombidir, çölə baxan pəncərələr, dəmir barmaqlar mühafizə olunub, ehtiyat su çənlə kimi var. Baxın, otaqlar dəhliz vasitəsilə bölünür, koridoru da kifayət qədər genişdir, dama çıxışı var, telefonu, interneti, hər bir şəraiti var. Yəni, alan adam heç bir xətt çəkməyəcək, al köç yaşa vəziyyətdə olan bir evdir. Hamamın genişliyinə baxın. Yəni, özünə geniş 2 otaqlı ev axtaran alıcılar üçün ən ideal təklifdir və əşyalı şəkildə satılır. Bu hissədə yerləşir evimizin belə bir gözəl qonaq otağı, təmiri çox səliqəlidir, açıq tonlu təmir materiallarından istifadə olunub, 55 min manatla təklif olunur, sənədi çıxarışdır, mülkiyyətdir, fərdi yaşayış, torpaq sahəsində inşa olunmuş bir həyət evdir, rahat şəkildə, yəni evi alıb, kupçanı götürüb qeydiyyata düşə bilərsiniz. Çox gözəl bir proyekti var. Yəni, bu evi 3 otaq da etmək olardı. Sadəcə olaraq ev sahibi 2 otaq kimi saxlanılıb. Qeyd edim ki, evimiz şəxsi evdir. Necə şəxsi evdir? Ev sahibi bu evi quru vəziyyətdə alıb, təmiri öz zövqünə uyğun olaraq tamamlayıb. Yataq otağın genişliyinə baxın, çox gözəl, əla bir təklifdir. Yəni, rahat şəkildə alıb bu evi 300 manatı kirayə də verə bilərsiniz. Masazır qəsəbəsində 6 nömrəli məktəbin tam yaxınlığında yerləşən belə bir gözəl, geniş 2 otaqlı həyət evi 55 min manata nağd şəkildə satılır. Sonunda isə həyət yanı sahəsini də təqdim edəcəm. Evimizin baxın belə bir xarici fasad görünüş var, paket damdır, kombisi, pitmenutkası baxın buradadır, yerdən kürsülüdür. Yəni bu, baxın bu gördüyünüz hissələr kraskanın emulsiyanı atmağı ilə əlaqədardır. Heç bir nəmişkənlikdən söhbət gedə bilməz bu ərazidən. Yəni, gəlib ərazini tanıyanlar bilər ki, 6 nömrəli məktəbin yaxınlığı hündür yerdir. Həyətin avtomobil daxil olmur, yəni stol-stul üçün kifayət qədər yeri var, ehtiyat su çəni var, qaz, su, işıq mərkəzi, kanalizasiya, çıxarış kupça. Hər biri var, hündür ərazidədir, yerdən kürsülüdür. Real alıcılarla da qiymətdə razılaşma olacaq. İzlədiyiniz üçün sağ olun, salamat qalın.